Dostlar, bir daha hər kəs salamlayıram. İlk öncə arıqlamaq üçün karbohidrat ən yaxşısı nədir? Qreçkadır. İndi bəzən deyirlər ki, mən toyuğun filesini ala bilmədim, mal ətini ala bilmədim və s. bildik. İndi burada qiyməti az bir miqdarda və zulalı mən yumurta ilə də əvəz edə bilərəm. Misal üçün də 50 bunu yedinsə 50 yumurta qəbul elə. Yəni sən özün də bilirsən ki, istəsən nəticə verərsən. Fərq eləmir. Əzələ yığmaq, silavoy işləmək, arıqlamaq və s. Əsas yəni insanın gərək istəyi olsun. Və bir də ki, dostlar, Olimp idman zalında yəni M20 qidalar var. Yəni yenə deyirəm ki, işdən çıxmısan, tələsirsən və yaxud elə bir yer axtarırsan ki, yəni sağlam qidalanasan, kalorisi az olsun. Bur yaxınlaşırsan Olimp idman zalına, Mərdəkanda. Rahat oturamağa, yəni oturacaq da var, rahat yeyə bilərsən. Və ondan da əlavə çətini qapıdan içəri girənə kimi, bəlkə sən yeyən vaxtında yəni zalda da məşq eləmək istəyərsən. Bir daha söyləyirəm ki, dostlar, çalışın sağlamlığınızı qoruyasınız. Hər kəsə uğurlar.